Taksilərlə bağlı hansısa oyunlar gedir, müxtəlif qərarlar, düzgün olmayan qərarlar qəbul olunur. Bir neçə bu istiqamətdə yanlışlıqlar var. Biri də ondan ibarətdir ki, bu nə qədər işlərinə rəhbərlik edən Ayna adlı bir qurum var və çoxları da onların içindən fəaliyyətindən narazıdır, lazım olmadığı yerdə parkinqlər qururlar, heç bir ehtiyac olmayan yerdə və nəyə lazımdır bu qurum, niyə üçün yaradılıbdır, onların məqsədi nədən ibarətdir anlaşılan deyil. Digər onların bir qərarda taksilərlə bağlı ortaya çıxdı ki, hər bir şəhərin taksisi öz şəhərin daxilində fəaliyyət göstərə bilər, ondan kənara çıxa bilməz. Məsələn, Sumqayıtda olan taksilər Bakıya gələ bilməzlər. Yəni Bakını girəcəyində saxlayıb geri qayıtmalıdırlar. Və yaxud Bakıda olan taksilər Sumqayıta və yaxud Göyçəyə və yaxud Şamaxıya və yaxud başqa yerə gedə bilməzlər. Bu anormal bir qərardır. Dünyanın heç birində bəlkə də belə bir qərar yoxdur. Biz unitar bir dövlətik, şəhərlərin hamısının bir-birinə əlaqəsi var və şəhərlərdə də gediş-gəliş insanlar bir şəhərdən digər şəhərə hərəkət edirlər. Burada məqsəd nədən ibarət? İnsanlara əlavə əziyyət vermək, zəhmətə salmaq, insanları əlavə xərcə salmaq, kimsə gəlir Bakını girəcəyində dəyərsi təzdən Bakı taksisinə oturub harasa getməlidir. Yəni bu ağla sığmayan məntiqsiz bir qərardır. Mən isə verəm ki, Aynanın rəhbərliyi bu məsələnin üzərində düşünməlidir və dərhal bu qərardan imtina eləməlidir. Hələ ciddi şəkildə onu həyata keçirməyə başlamayıblar. Amma elə əvvəldən bunun fəsadlarını görmədən həmin qərarı ləğv eləmək vacibdir və hesab edirəm ki, insanlar da bu haqda narahatdırlar, düşünürlər. İnsanları incidən qərarlar qəbul etmək olmaz. İncidirsənsə deməli dövlətçiliyə qarşı fəaliyyət göstərirsən. Dövlətin hansısa qanunlarına qarşı fəaliyyət göstərirsən. Qanundan kənar iş görmək olmaz. Bir məsələdə mən demək istəyirəm ki, istənilən qurum ağlına gələn bir qərarı qəbul etməməlidir. Bunu konstitusiyaya uyğunlaşdırmalıdır. Bu cür qərarları qəbul edən qurumlara qarşı cəza tədbirləri həyata keçirməlidir ki, onlar belə qərarlar qəbul edəndə əvvəlcə düşünsünlər, konstitusiyaya baxsınlar, qanunlara baxsınlar, sonra qərarları versinlər və bu cür məsuliyyətsiz qərarları bir də qəbul etməsinlər.